Son günlərdə hava şəraiti ilə əlaqədar müxtəlif küləkli və yağışlı məlumatlar diqqətinizə çatdırdıq və avqustun 28-i və 29 avqustda gözlənilən Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən günün hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Belə ki, Bakıda, Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Yağmursuz keçəcəyi, lakin güclənən şimal-qərb küləyi əsəcəyi bildirilir. Havanın temperaturunun isə gecə 21-25, gündüz 28-31 dərəcə olacağı bildirilir. Bəzi rayonlarda, bölgələrdə hava necə olacaq? Rayonlarda əksəriyyətində hava şəraiti yağmursuz olacaq, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Gecə saatlarında, axşam saatlarında eyni zamanda ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə isə arabir duman müşahidə olunacaq. Qərb küləyi isə bəzi yerlərdə arabir güclənmiş olacaq. Havanın temperaturu isə gecə 20-25 dərəcə, gündüz 32-36 dərəcə təşkil edəcək. Dağlarda isə gecə 13-18 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.